Hamıya salam. Bugün sizə adada EYP oxumaq, yəni ingilis dili foundation oxumaq necə bir şeydir? Siz burada oxuyanda hansı kitabdan keçirsiniz dərsləri, imtahan prosesləri necə olur və s. və axır hər şey danışacağam. İlk öncə başlayırıq nədən? Siz adaya daxil oldunuz, amma IELTS-ınız, Duolingo-nuz yoxdursa, SAT-ilə daxil olmamısınızsa, siz bir otağa yığırlar uşaqlar və başlayırlar foundation haqqında məlumat verməyə. Foundation yəni haqqında hər şeydən danışırlar ki, nə vaxt başlayır, nə vaxt bitir, ödəniş nə qədər olur, təbii ki, güzəşt yoxdursa, hər hansı bir güzəşt, yəni ya da bal toplayamamısınız 600-dən, 650-dən çox. Siz ixtisasınız nə qədərdirsə, o qədər ödənişi ödəyirsiniz EYP foundation içində. Sonra nə olur? Sonra siz artıq ID kartınızı aldınız. Sizə deyirlər ki, əsasən hardasa bir həftə əvvəl olur, səhv eləmirəmsə, imtahan dərslərin başladığı gündən bir həftə əvvəl olur bu EYP imtahanı. EP adlanır, səhv eləmirəmsə. Bura daxil olursunuz. Yəni gələ bilməyən uşaqlar olur, bəzi atılıqla bağlı problem yaşayanlar olur, onlara e-mail gəlmir, tarixi bilmirlər və bu imtahanda iştirak edə bilməyənlər olur. Siz əgər yəni EYP imtahanında iştirak edə bilmirsinizsə, öz səviyyənizi ölçmək üçün narahat olmayın, burada heç böyük bir problem yoxdur. Siz A qrupundan başlamış olacaqsınız, yəni bu imtahana girə bilməyənlər qorxmasın. Girdiniz bu imtahana, yəni atmağa çalışmayın. Səviyyəniz nədirsə, çalışın ki, yəni onu yazın, bildiklərinizi yazın. Atmayın ya da boş qoymayın. Boş qoysanız A qrupuna düşəcəksiniz. Getməsəniz imtahana, səviyyənizi ölçməsəniz A qrupuna düşəcəksiniz. Əgər bu imtahanı keçmək üçün, əsas təhsilə başlamaq üçün siz minimum 60 bal toplamalısınız. 60 bal toplasanız, EYP oxumuşsunuz, birbaşa əsas təhsilə keçirsiniz. Bu da necə olur? Bu imtahan 2 mərhələdən ibarətdir. Birincisi qrammatika və mətin, ikincisi isə yazı və dinləmə. Birincidə 25 minimum, ikincidə də minimum neçə olmuş olur? 35 toplamaq lazımdır. Əgər 25 toplaya bilməsəniz, ikinci mərhələyə keçə bilmirsiniz. Ya A ya da B qruplarından düşmə şansınız olur. Ən yaxşı qrup hansıdır deyə sorsanız, mənə görə mən B-də oxumuşam. Birincidə heç oxumayın. Çalışın ki, ya Duolingo alın, ya IELTS alın. IELTS biraz artıq gecdir. Duolingo almaq daha yaxşıdır. Yəni çatdıra bilərsiniz onu. Yox, əgər eləyə bilmirsinizsə, çalışın C1, C2 qrammatikalarını oxuyun, mətnləri çalışın, listeninglər edin ki, bu imtahanı keçə biləsiniz. Keçə bilməsəniz də məyus olmayın, eybi yox, oxuyacaqsınız yəni. Mənə görə ən yaxşı qrup B qrupudur. Niyə? A qrupu çox sadədir. Past simple, past perfect, hətta B-nin dərsi idi. Past simple, yəni simple'lardan başlayırsınız, qrammatik olaraq deyirəm. Çox rahat olur, dəhşət rahat olur. Northstar keçirilir. Northstar, yəni amma bunu aldanmayın. Keçirilən dərs Northstar olsa da imtahana düşən IELTS olur. Hətta TOEFL falan daha üst səviyyə olur. İmtahanlar çətin olur. Çətin olur deyəndə necə? Yəni öz üzərinizdə çalışmalısınız. Deməyin ki, mən Northstar oxuyuram, keçəcəm. Yox. Qrammatika ola bilər ki, keçə biləsiniz. Çünki qrammatika çox yaxşı öyrədilir, müəllimlərimiz həqiqətən çox yaxşıdır. Writing-də müəllimlərimiz çox mükəmməldir, amma reading elə olmur. Çünki reading-də müəllimə verilən material odur ki, sən bunu öyrətməlisən, amma imtahana düşən o olmur. Tamamilə şok yaşayacaqsınız yəni imtahandakı. Mən yəni bu boyda mətin olur, özdə kompüterdə verir imtahanı və kompüterdə siz onu qısa-qısa verilir. Siz gərək onu çevirəsiniz. Hardasa 3 səhifə olur. Birləşdirəndə yəni 1 A4 formatında mətin olur, amma kompüterdə işləyəndə onlar bölünür və siz başına oxuyanda ortası yadınızdan çıxır, ortasını oxuyanda sonu yadınızdan çıxır. Çalışın özünüzü inkişaf elətdirin. Ona görə mənə görə niyə B yaxşıdır? B olanda baxmayın nə qədər də olsa, yəni biz nə qədər də öyrənsək, 11 ildə ingilis dili öyrənsək belə, bir çoxumuzun zamanlarda problemi yaşanır. Past perfect progressive falan bunlarda biraz insanlara çətinlik olur. Ona görə B-dən bu möhkəmləndirilir. C qruplarında artıq siz daha advanced qrammatikalar öyrənirsiniz. C qrupu adlanmışsınızsa siz B-də qalırsınız, sadəcə leveliniz artır. D qrupunda da sadəcə modallar olsun, nə bilim, passive voice olsun, bunun advanced versiyasını öyrənirsiniz və burada da təbii ki, readingləriniz, writingləriniz daha da akademikləşir. C qrupu niyə olmaq istəməzdim? C qrupu əslində o da yaxşıdır, amma onlar necə olur? Bir semestr onlar ancaq Northstarın 3-cü kitabından oxuyurlar. Tutalım, bir semestr 4 aydır. Biz 2 ay Northstar 2-ni, 2 ay isə Northstar 3-ü oxuyuruq. Sonra Northstar 4-ə keçirik və özümüzü inkişaf eləməyimiz üçün yəni, yaxşı vaxtımız qalır. Amma C-lərdə necə olur? C-lərdə biraz yoruculuq çox olur. Çünki siz düşünün, 4 ay, hətta 4 ayda yox, üzr istəyirəm, 6 ay müddətində ancaq Northstar 3 oxuyursunuz. 6 ay müddətində Northstar 3, yəni bu biraz yorucu kimi gəlir. D qrupu olmaq necə bir şeydir? D qrupu olanda siz sadəcə bir semestr oxuyursunuz EYP, ondan sonra əsas təhsilə keçirsiniz və sizin kreditləriniz olur burada 6 dərs birdən götürməlisiniz. Bu da mənə görə yorucu bir şeydir. Mən şəxsən sevmirəm. Əlbəttə eləyən hər insana hörmətim var. Sadəcə mənə görə yorucudur. Siz A qrupuda olanda, B qrupuda olanda, C qrupuda olanda 50 manat ödəyirsiniz yanvar ayında. Yenə bu adaya daxil olanda verdiyiniz səviyyə imtahanının eynisini verirsiniz. Təbii ki, sualların dəyişilmiş forması, format eyni qalır. O imtahanı verirsiniz və əgər yenə də 60 bal toplaya bilsəz, siz keçirsiniz əsas təhsilə. Yox, toplaya bilməsəz elə öz qrupunuzda da qalırsınız. Belə, yəni o qrupların fərqi olmur. Çətinliyi olurmu desəniz, D qrupunda, C qrupunda ya da AB olandan sonra əsas təhsilə keçməyin biraz olur. Çünki necə? Siz hələ ki müəllim seçə bilmirsiniz.
əsas təhsilə keçəndə müəllim seçmək olur. EYP müəllimlərini seçə bilmirsiniz. Əsas təhsildə də 1-ci, 4-cü, 3-cü, 2-ci, 1-ci qruplar oxuyur. Hansı ki, bunlar əvvəldən əsas təhsildə olub, siz keçmiş olursunuz da, 2-ci semestr üçün keçmiş olursunuz. Ona görə bu digər qruplar seçir müəllimləri, sizə müəllim qalmır. Qalanlar da ki, necə yaxşı saatlar qalmır da, yəni o biraz çətinlik yaradır. İstədiyiniz müəllimi, istədiyiniz saatı seçə bilmirsiniz. Burada çətinlik olur. Ona görə mən də heç o imtahanı verməmişdim. Və belə. Dediyim kimi, adaya daxil olursunuzsa, ilk öncə hər birinizi təbrik edirəm. Amma bu səviyyə imtahanına girəndə atmayın. Bilikləriniz nədirsə onu yazın. Girməsəniz, yəni o imtahana narahat olmayın ki, mən qaldım, mən adaya qəbul edilmirəm. Yox. Sadəcə sıfırdan başlayacaqsınız. Əgər həqiqətən çox çətinlik çəkirsinizsə ingilis dilində, bunun üçün də narahat olmayın. A qrupundan başlayın. Yox, müəyyən səviyyəniz varsa, yəni bu düzdür, siz özünüz seçə bilmirsiniz. Çalışın, biraz yəni oxuyun o imtahana getməmişdən qabaq. C1, C2 qaydalarına əsasən, hansı ki 11-ci sinifin sonunda keçirilən qaydalar var. Baxın, onlara çox diqqət yetirin, çünki onlar çox önəmlidir. O suallardan düşəcək. Olmuşam deyə B qrupundan danışmaq istəyirəm. İmtahanlar necə olur? Dərsə girən kimi sizə, yəni demirlər ki, yəni tanışlıq gündür, adınız nədir? Adınızı təbii ki soruşurlar. Deyirlər ki, bir vərəq cırın və belə bir şəkildə qoyun stolunuzun üstünə. Belə qoydunuz, müəllim başlayır dərs keçməyə. Yəni həqiqətən bildiyiniz, yəni bizdə elə olmuşdu. Müəllimə başlamışdı dərs keçməyə. Elə müəllim var ki, soruşur, məsələn, sənin adın, soyadın, ixtisasın nədir, biraz özün haqqında məlumat ver. Ki, dərslər yəni 75 dəqiqədə o qədər saat onsuz da qrupda siz 20 uşaq olursunuz, 19 olan var, 18 olan var. Bizdə məsələn 20 idi. Və o 20 uşağın hər birindən nə qədər soruşa bilər ki, adın, soyadın nədir, özün haqqında məlumat ver və 75 dəqiqə dolmur. Ona görə bəzi müəllimlər heç soruşmur da, sadəcə deyir adını qoydun, adını gördün, bəs bu mənə. Başlayırlar dərs keçməyə. Sizə ilk öncə sillabusu tanıdırlar. Tanıtmayanlar da olur bəzən, amma əsasən tanıtmalıdırlar ki, bir çox da tanıdır. Müəllim sillabusu tanıtdılar. İlk dərsi gördünüz, imtahan vaxtlarını gördünüz. Başlayırdılar ilk dərsi keçməyə, hətta ev tapşırığı verməyə. Dərsə başlamamışdan əvvəl Outlook-unuza mesaj gəlir ki, məsələn, siz bu qrupa düşmüsünüz, filan qruplardasınız. Məsələn, biz B3-də idik, bizə Excel faylı göndərdilər ki, sizin qrup meytləriniz bunlardır və biz başladıq qrup yoldaşlarımızı axtarmağa ki, qrup yoldaşlarımız kimdir? Amma siz təbii ki, onlarla bir yerdə qalmayacaqsınız. Hərə fərqli ixtisaslardan gəlir bura, yəni birləşib fərqli ixtisaslardan bir qrupda oxuyursunuz. Bir ildən sonra isə ayrılırsınız, artıq hərə öz ixtisası üzrə oxuyacaq və bəlkə ola bilər ki, kimdənsə eyni ixtisasda olasınız və eyni qrupa düşəsiniz, sonradan eyni şeydə oxuyasınız. Bunlar biraz qarışıq mövzulardır, amma hər biriniz eyni ixtisasda olmursunuz. Hər biriniz fərqli ixtisaslardan gəlmiş insanlar olursunuz və kimsə adaya daxil olubsa, öz qrup yoldaşlarını tapmaq istəyirsə, indidən yorumlara qrup yoldaşı yaza bilərsiniz. Mən sizə link göndərim. Elə indidən öz qrup yoldaşlarınızı tapın. Nəysə. Deməli, sizə daxil olduğunuz qrup əsasən, məsələn, A-sınız, B-siz, C-siz, yoxsa D-siz, sizə müəllim link vasitəsilə, daha doğrusu Outlook, e-mail vasitəsilə sizə notların şəklini göndərəcək. Deyirlər kitabı almayın, amma siz indidən ala bilərsiniz, hətta böyük kurslardan belə götürə bilərsiniz. Məsələn, mən kitabı aldım 22 manata. İlk, yəni notlar 2-ni aldım da, mən 2-dən başladım. Aldım 22 manata və sonradan gördüm ki, o kitab 12 manatdır və sonradan notlar 4-ü mənə yuxarı kursdan bir dostum verdi. Ödənişsiz şəkildə siz də belə yuxarı kurslardan ya daha az ödəniş qarşılığında da ödənişsiz götürə bilərsiniz. Əgər yuxarı kurslardan tanıdığınız varsa, yenə də yuxarı kurslarda tanımaq istəyirsinizsə, qrup yazın, nə bilim, ürəyiniz nə istəyirsinizsə gəlib ata bilərsiniz. Mən sizə link göndərəcəm. Belə. O kitabı gedirsiniz, alırsınız. Normaldan almayın, mən oradan almışdım. Gedin 28-dən alın. 28-i daha ucuz olur ya da dediyim kimi yuxarı kurslardan tapa bilərsiniz. Başqa heç nə. Dərsə başladınız və bir də baxdınız ki, artıq 2 həftə keçib və sizin imtahan vaxtınızdır. İnsan universitetə gedəndə yəni düşünür ki, hələ vaxta var da təzə universitet başlayıb nə imtahan? Bizdə elə olmur. Bizdə yəni getdin, oturdun, 2 həftə keçdi və siz artıq imtahandasınız, başa düşdünüz. Qısa, balaca imtahanlar olur. 2.5 verən olur, 5 bal verən olur, amma hamısı bal verir və onlar toplamda 100 bal edir. Bu çox önəmlidir. Dərsə attendance, yəni o da çox önəmli bir şeydir. 25% keçdisə, yəni 25%lik attendance-ınız getdisə, bu da hardasa bir 4 dəfə deməkdir. Ayda sizin 4 dəfə dərsdən qalma şansınız var. 4 dəfə qalandan sonra artıq sizdən ballar çıxılmağa başlayır bu 100 baldan və artıq 25 balı attendance-ınızdan itirmisinizsə, heç bir imtahana girə bilmirsiniz, avtomatik kəsilirsiniz. Ona görə heç vaxt belə bir şey eləməyin, dərsə mütləq gəlin. Dərsə gəlməkdə sizə ayrıca bir bal qazandırır ki, bu da 5 baldır. Yəni sizə 5 balaca gələ bilər, amma yığılanda həqiqətən çox önəmi var onun. 2 həftədən sonra imtahan oldu. İmtahanları ciddiyə almağa çalışın, müəllimləri ciddiyə alın, müəllimlərə hörmət göstərin, dərslərdə aktiv olmağa çalışın həqiqətən. Məsələn, klublar var orada, adada, klublara qoşulun, amma onlar o qədər də gözünüzü böyütməyin, başa düşdünüz. Mən onu çox böyütmüşdüm və o klubların birində mən qrafik dizayneram. Mənə dedilər ki, qrafik loqo hazırla
Mən dərsdə oturub dizayn hazırladım. Buna görə mənim participation balım, yəni 100-dən müəllim mənə 92 verdi. Onu hələ də unuda bilmirəm. Başa düşürəm, səhv məndə idi əlbəttə ki, bu bir növ hörmətsizlikdir də müəllimin dərsinə qarşı və müəllimə də qarşı. Ona görə heç vaxt belə bir şey eləməyin də. Dərs, müəllim daha önəmlidir, nəinki o klublar. Unudun getsin. Boş vaxtlarınızda onlara önəm verməyə çalışın, amma dərsdə qətiyyən elə şey eləməyin. Deməyin ki, hə, onsuz da mən bunu bilirəm də, nə olsun ki. Yox, heç vaxt elə deməyin. Müəllimi qulaq asın, dinləyin və çox önəm verməyə çalışın. İmtahanları keçmək üçün nə etməlisiniz? İmtahanları keçmək üçün özünüzü inkişaf etdirməlisiniz. IELTS testləri işləyin, müəllimlərin deməsinə ehtiyac duymayın. Sadəcə norslarla kifayətlənməyin qətiyyən. Bu eləyəcəyiniz ən böyük səhv olar da, yəni norslarla kifayətlənmək. Müəllim özü bizə deyirdi ki, yəni gedin kitabxanadan IELTS kitabları götürün və elə işləyin. Mən heç nə edə bilmərəm. Düzdür, müəllimlərin özləri gətirirlər IELTS tipli materiallar paylaşırlar, sizə oxutdururlar. Amma əsas odaq norslarda olur. Çünki müəllimlər yəni proqramdan kənar çıxa bilməzlər. Ona görə gedin özünüz mütləq IELTS işləyin. Məsələn, mənim ən böyük səhvim oydu. 2-ci və 3-cü norslar necə deyim, semestrdə də, hə, 1-ci semestrdə 2 və 3 norslar olanda mən ancaq fikrimi vermişdim norslara və IELTS oxumamışdım. Amma 4-cü, yəni 2-ci semestrdə belə deyim, belə olmadı. Getdim IELTS oxudum və elə də keçdim. Danışığınızı inkişaf etdirməyə çalışın. Speaking imtahanları olur ki, ən yüksək bal verən imtahanlardan biridir. Yavaş-yavaş öyrənəcəksiniz onları. Yazıya, writing-ə çox önəm verin. Writing çox önəmlidir. Çünki əsas təhsildə də writing 1 və writing 2 deyə dərsləriniz olacaq. Ona görə writing-ə çox önəm verin və müəllimlərinizlə həqiqətən çox yaxşı ünsiyyət qurmağa çalışın. Onlardan həqiqətən nə isə öyrənməyə çalışın və heç vaxt müəllimi günahkar çıxartmağa çalışmayın bir şeyə görə. Yəni bir şeydə səhv varsa, o səhv sizdədir. Müəllimdə səhv yoxdur, qətiyyən bunu eləməyin. Belə sizə verə biləcəyim tövsiyələr bunlardır. Başqa heç bir tövsiyəm yoxdur. Dediyim kimi, sonda da əgər hər şeydən məlumatlı olmaq istəyirsinizsə, hələ universitetə daxil olmadan yorumlara qrup yazın, üstəgəl atın. Mən sizə özüm ulaşacağam. Belə. Sağ olun. Takip etməyi unutmayın. Bir imtahanda iştirak edə bilmirsinizsə, öz səviyyənizi ölçmək üçün narahat olmayın. Burada heç böyük bir problem yoxdur. Siz A qrupundan başlamış olacaqsınız. Yəni bu imtahana girə bilməyənlər qorxmasın. Girdiniz bu imtahana, yəni atmağa çalışmayın. Səviyyəniz nədirsə, çalışın ki, yəni onu yazın, bildiklərinizi yazın. Atmayın ya da boş qoymayın. Boş qoysanız A qrupuna düşəcəksiniz. Getməsəniz imtahana səviyyənizi ölçməyə start keçirilir. Norslar, yəni amma bunu aldanmayın. Keçirilən dərs norslar olsa da imtahana düşən IELTS olur. Hətta TOEFL falan daha üst səviyyə olur. İmtahanlar çətin olur. Çətin olur deyəndə necə? Yəni öz üzərinizdə çalışmalısınız. Deməyin ki, mən norslar oxuyuram, keçəcəm. Yox. Qrammatika ola bilər ki, keçə bilərsiniz. Çünki qrammatika çox yaxşı öyrədilir. Müəllimlərimiz həqiqətən çox yaxşıdır. Writing-də müəllimlərimiz çox mükəmməldir. Amma reading elə olmur. Çünki reading-də müəllimə verilən material budur ki, sən bunu öyrətməlisən. Amma imtahana düşən o olmur. Tamamilə şok yaşayacaqsınız yəni imtahandakı. Mən yəni bu boyda mətin olur. Özdə kompüterdə verir imtahanı və kompüterdə siz onu qısa-qısa verilir. Siz gərək onu çevirəsiniz. Hardasa 3 səhifə olur. Birləşdirəndə yəni 1 A4 formatında mətin olur, amma kompüterdə işləyəndə onlar bölünür və siz başını oxuyanda ortası yadınızdan çıxır, ortasını oxuyanda sonu yadınızdan çıxır. Çalışın özünüzü inkişaf elətdirin. Vardasınız. Məsələn, biz B3-də idik. Bizə Excel faylı göndərdilər ki, sizin qrup metləriniz bunlardır və biz başladıq qrup yoldaşlarımızı axtarmağa ki, qrup yoldaşlarımız kimdir? Amma siz təbii ki, onlarla bir yerdə qalmayacaqsınız. Hərə fərqli ixtisaslardan gəlir bura. Yəni birləşib fərqli ixtisaslardan bir qrupda oxuyursunuz. Bir ildən sonra isə ayrılırsınız. Artıq hərə öz ixtisası üzrə oxuyacaq. Və bəlkə ola bilər ki, kimdənsə eyni ixtisasda olasınız və eyni qrupa düşəsiniz. Sonradan eyni şeydə oxuyasınız. Bunlar biraz qarışıq mövzulardır, amma hər biriniz eyni ixtisasda olmursunuz. Hər biriniz fərqli ixtisaslardan gəlmiş insanlar olursunuz və kimsə adaya daxil olubsa, öz qrup yoldaşlarını tapmaq istəyirsə, indidən yorumlara qrup yoldaşı yaza bilərsiniz. Mən sizə link göndərim. Elə indidən öz qrup yoldaşlarınızı tapın. Nəysə. Deməli, sizə daxil olduğunuz qrup əsasən, məsələn, A-sız, B-siz, C-siz, yoxsa D-siz, sizin müəllim link vasitəsilə, daha doğrusu Outlook, e-mail vasitəsilə sizə norsların şəklini göndərəcək. Deyirlər, kitabı almayın, amma siz indidən alda bilərsiniz, hətta böyük kurslardan belə götürə bilərsiniz. Məsələn, mən kitabı aldım 22 manata. İlk, yəni norslar 2-ni aldım da, mən 2-dən başladım. Aldım 22 manata və sonradan gördüm ki, o kitab 12 manatdır və sonradan norslar 4-ü mənə yuxarı kursdan bir dostum verdi. Ödənişsiz şəkildə. Siz də belə yuxarı kurslardan ya daha az ödəniş qarşılığında da ödənişsiz götürə bilərsiniz. Əgər yuxarı kurslardan tanıdığınız varsa, yenə də yuxarı kursları tanımaq istəyirsinizsə, qrup yazın, nə bilim, ürəyiniz nə istəyirsinizsə gəlib ata bilərsiniz. Mən sizə link göndərəcəm.